Salam əziz izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün mənim kanalımda yeni video Poco X7 Pro qutu icmalı olacaq, qutu açılışı olacaq. Təkcə qutu açılışı olmayacaq, 3 həftəlik mənim öz təəssüratlarımı işlətdiyim telefonun təəssüratlarını sizinlə bölüşəcəm. Telefonumuzu yavaş-yavaş sizə göstərəm. Kameranın zəhmət olmasa yaxınlaşdır. E-mail kod seriya nömrəsi görsənməsin. Telefonumuz qara rəngli, 12 RAM, 512 yaddaş. Burada 2 sim yuvası da qeydiyyatdan keçib. Bunu MyPower saytından yoxlaya bilərsiniz. Poco X7 Pro kameranı yaxınlaşdır zəhmət olmasa. Qutunu açırıq. Qutunun içərisindən belə bir kağız çıxır. Karton kağız çıxır. Bu kağızın içərisində bizim sim yuvası açan haçar, bir ədəd mat kabura, case. Burada isə kullanım kılavuzu, yəni kitabı gəlir. Gördüyünüz kimi. Yəni var olan ancaq oxumadığımız kitab. Sonra isə telefonun özü çıxır. Sonra isə bir ədəd 90 watlıq şarj adaptörü çıxır. 90 watt, 3 amper çıxış, 5 volt. Burada isə 90 watta uyğun olan naqilimiz gəlir. Naqil çox qalındır. Narıncı rənglə təzizləndirilib ki, evdə itməsin. Həm də ki, bu fast charge, yəni ki, sürətli şarjı dəstəkləyir. İndi isə telefonumuza keçək. Telefonumuz Poco X7 Pro. Gördüyünüz kimi flagship, yəni ki, flagman səviyyəsində olan prosesordan təchizləndirilib. 8300 Ultra, 6000 mAh silikon karbon bateriyası var. Sonra 1.5K, yəni görünüş, yəni ekran pikseli var. 120 Hz AMOLED ekrandır. 50 megapiksel optik stabilizasiyalı kamerası var. Bundan əlavə IP68, yəni suya, toza, nəmə davamlı qoruması var özünə aid. Telefonumuzu indi isə kılıfdan çıxardaq, belə deyək, salafanlar jilatindən çıxardaq. Telefonumuz bu şəkildədir, Poco X7 Pro. Burada bir ədəd ana kamera, optik stabilizasiyası 50 megapiksel. Burada isə uzaqdan çəkiliş diafraqramı üçün kamera. Burada isə bizim işığımız var. 2 ədəd işıq mövcuddur. Biri sarı, biri də ağ rəngdə. Yəni Poco X7 Pro bu şəkildədir. Gördüyünüz kimi əl izi buraxır, bəli buraxır. İndi isə telefonumuzun özünə keçək. Mən bildirdiyim kimi telefonu istifadə eləmişəm. 3 həftəlik təəssüratımı sizinlə bölüşəcəm. Telefonun barmaq izi skaneri ön hissəsində yerləşir. Telefon gördüyünüz kimi tez açıldı. Telefon haqqında daxil olanda telefonun belə deyək, yenilənməsi əməliyyat sistemi 3.0.5-dir. Yəni tezə yenilənmədir bu. Cihaz adı Poco X7 Pro 512 yaddaş. OS versiyası, yəni əməliyyat sistemi Android 15-dən 16-ya qalxdı yeni güncəlləmədə. Android güvənlik sistemi də yenicə güncəllənib. Bundan sonra telefonumuzun sizə bir şey göstərim. Telefon burada haradaydı? Təhlükə fərdiləşdirmədə yeni özəlliklər gəlib telefona. Kilit ekran üslubu. Məsələn, burada yeni fonlar seçə bilirsiniz. HyperOS 3-də. Gördüyünüz kimi telefonun əvvəlki barmaq skaner izləri. Bu da yeni neon barmaq izləridir. Kameramız bu bahalı telefonlarda olur. Yox, sən indi bura başa gəlib də HyperOS 3 gəlib, mənə də gələcək. Gələcək, güclü flagman telefonlar gəlir. Burada isə bizim telefonumuzun kamerası var. Kamerada live foto var. Yəni, məsələn, live foto ilə şəkil çəkdikdə qaleriyadan daxil olub bu hissədən
Başqa Burada telefonlarda da atamı dəstəkləyir. Bəli, yəni TikTokda, sonra WhatsApp-da atanda dəstəkləyir. Sonra video daxil olduqda 4K 60 FPS çəkiliş sürəti var, gördüyünüz kimi. Çox gözəl, optik stabilizasiyası var. Baxın, tərpənmir kamera. Ancaq bu Note 13-də tərpənir. Ondan sonra telefonumuzda belə bir daha özəlliyi var, yavaşdırılmış çəkiliş var. Sonra mənim telefonumda olub, əmim oğlunun telefonunda olmayan ikili video var. Gördüyünüz kimi bu bizim kameramanımızdır. Gətir götür işlərinə bax. Burada isə telefonumuzun PUBG-yə daxil olaq, PUBG-də verdiyi FPS 120-də ehtiyac yox daxil olmağa. 120 verir onsuz da. Daha nə edir ki, bilirlər də bu bütün nə bilim. Nə edir ki, nə yox ona girmədi. Video uzatmır, gəlməyəcək ona. Aha, FPS-ə daxil olaq. Görək FPS nə qədər verir. Yəni bəzi insanlar belə deyim, yəni bu telefonun yiyəsi kimi insanlar hər şey koda qoyur telefonda uşaq kimi. Elə bir ki bu nəsə uşaqdır. Hər şey niyə koda qoyursan? PUBG nəyin koduna qoymusan? Yox, PUBG kodda olmalı da. O kodda bütün telefonlar, o PUBG bütün telefonlarda kildə qoymaq olur. Mən bir xətrim O bilir. ucuz telefonunda qoymaq. 50 min bunu nəyinə vermişəm? 50 min nə vermişəm mən buna? Aşağı vətən. Ehtiyac yoxdur. Pox kimi şeydir, əladır, grafiklər. Qrafikalara daxil oluruq. Qrafiklərdə ultra aşırı 120 FPS dəstəkləyir. HDR-də 90 FPS, 90 FPS, ultra HD-də 90 FPS. dəstəkləyəcək. Bəli. Ultrada isə 45 FPS-i. Ultra HD. Yox, 45 yox. O FPS görsənmədi burada. Ultra HD-də 45 FPS-dir, bəli. Yox, burada aşırı yüksək. kare. Karez, aşırı yüksək. 45 FPS. 45 FPS-li telefonumuz. Lobiyə gəl, lobi. Jiroskop dəstəkləyir. 120 FPS-ə giroskop dəstəkləməlidir müəllim. Yox, bu məsələn. Tabii kral. Hə. Ondan sonra telefonumuz haqqında göstərəcəyimiz biraz kameranı uzaq elə. Kamerada, yəni göstərəcəyimiz kamerası yaxşıdır, oyun performansı yaxşıdır, çəkiliş yaxşıdır. Yəni bəzi proqramlarda, yan proqramlarda işləyəndə rahatlıqla işləyir. Coşqun, Və telefonun daha bilinmədiyi özəlliklərin və əlavə bir məlumat da verim. HyperOS-a belə deyək, Sızada deyirlər, yoxsa ona nə deyirlər? Dinamikada özəlliyi var. Məsələn, Spotify-a daxil olaq, bir mahnı seçək, təhrif etməmək üçün musiqini azaldaq, mən kod verirəm. Gördüyünüz kimi dinamik slant, yəni ıssız ada artıq HyperOS-da var. Bu təkcə mahnıda işləmir. Gördüyünüz kimi fənər açılanda fənərdə də görsənir. Yəni belə bir özəlliyi var. Sizə bir şey də göstərim, məsələn. Bəli, o nə üçün göstərsən? Yəni sürətinə görə. Yəni bu qədər izləyicilər. Beləliklə əziz izləyicilər, bir daha videonun sonuna gəlib çatırıq. Telefonumuz gördüyünüz kimi Poco X7 Pro 5G. Telefonundan mən yetəri qədər məmnunam. Oyun performansı, sosial şəbəkələr və yaxud digər tətbiqlərdə rahat işləmə imkanı verir. Əgər bu telefonu almaq istəyirsinizsə, 800.000 arası telefon almaq istəyirsinizsə, ən yaxşı telefon segmentində, flagman ölçüsündə ən yaxşı telefon Poco X7 Pro-dur. Yəni alsanız peşman olmayacaqsınız. Əgər video sizin xoşunuza gəldisə, əyləncəli oldusa, zəhmət olmasa aşağıda olan abunə ol düyməsinə bir dəfə klikləyib zınqrov işarəsini aktiv etməyi unutmayın. Oldu, çox sağ olun.